Salamlar, vaxtınız xeyir olsun. Mən Abgözəl Lakşin, insan psixologiyası sahəsində metodist. Bugünkü mövzumuzun adı çalış, çox qane olma. Bu nə deməkdir? Bilirsiniz, adətən günümüzdə muzlu deyək, keçmişə nəzərən və indiki tipik bir anlayış olan bir quru maaşla dolanan milyonlarla, belə deyək, ailələr var. Yəni 10 milyon əhali məsələsini deyək, 2 milyon, 3 milyon. Və bilirsiniz, və daima adi bir quru maaşla dolanan ailələrdə heç bir zaman bir ömür, həyat boyu problem bitə bilməz. Nədən qaynaqlanır? Tutaq ki, bir ailədə 3, 4 yaxud 5, məsələn, hətta biraz çox da deyək, və ya 2 övlad olsun. İndi bir övladda müəyyən problemlər çox da olmur. Amma yenə də olur. 2, 3, 4, 5 deyək, tutaq ki, övladı varsa, bir ailədə maddiyyat sahəsindən onların qida rasionu, yaxud həyat fəaliyyətləri boyu müəyyən ehtiyaclarının qarşılanması üçün ən azı yeməklər daxil 1000 manat olmalı. Bəs nə üçün insan hər zaman düzdür, yəni dinimizdə də var, şükür etməlisən. Yoxsa sənə ayıb olar, yoxsa sənə belə deyək, cəza çəkərsən, problem çəkərsən, nə bilim, bu kimi müəyyən bir faktorlar var. Amma bilirsiniz, dinimizdə olsa da, təbii ki, yəni, insan ilk öncə Allahını bilməli, öz dinini tanımalı. Məcəb xaricilərdə şükür deyilən bir anlayış yoxdur. Yoxsa onlar sırf müsəlmanlar kimi daima az şeyə qane olduğunu, yəni bunu görmüsünüzmü? Nə üçün xarici ölkələrdə maaşdır, həmçinin yaşam tərzi yüksək səviyyədədir? Çünki onlar daima ikinci bir planlı fikirləşir. Hətta üçüncü bir planlı fikirləşir. Məsələn, biznes qurma. Azərbaycanda, hal-hazırda yəni ölkəmizdə qlobal bir digər problemlərdən biri biznes qurmaq deyəndə insanlar adətən biznesi TikTok sosial şəbəkələrində bəzi axmaq çəkilən videolarla qarışdırır. Yəni düşüncə tərzini biraz gec formalaşdırır və oradan gələn gəlirlə müəyyən həyatını inkişaf elətdirməyə deməyək, yola verməyi seçir. Amma unutduğu bir digər məqam ondan ibarətdir ki, insan biznesçilikdə məsələn hər hansı bir təhsil şirkəti açmalı, öz olduğu vəsaitlə, daima pul dövriyyəsi ilə və təhsil istiqaməti ilə və ya təhsil olmasının hər hansı bir şirkətini qurmalı. Tutaq ki, mal, əmlak, satış və daima quru maaşla yox, öz şəxsi qurduğu biznes əsasında çoxa deməyək, nə də aza deməyək. Ən azından ortadan bir plus yuxarı səviyyəyə qədər həyat tərzini qurur və aza qane olmur. Və təbii ki, heç kəs deyə bilməz ki, kiməsə ki, şəxsi bir biznesini quran zaman hər hansı bir yetimə və ya hər hansı bir imkansız yardım etməlisən. Təbii ki, insanlıqdır. Yəni, onu insan içindən gəlməlidir ilk öncə. Biznesini qurdun, özünü toparladın. Elə insanlar da dəstək olarsan və bir növ fitrə çıxardarsan. Təbii ki, bunu Allah üçün edirsən. Və mövzumuza qayıtsaq, yəni çalışın, aza qane olmayın. Mütləq şəkildə quru maaşla qurulacaq bir subaylaqlıqdan, ailə qurulacaq bir müəyyən yaş etaplarında mütləq şəkildə hər zaman problem olacaq. Onun üçün bu problemin qarşısını almaq üçün mütləq şəkildə ya ən sadə biznes qurmağın yolu hər hansı bir sahədə peşəkarsansa, o sahədə videoroliklər çəkə bilərsən, yaxud öz şəxsi biznesini qurmağın ən yaxşı yolu kiçik bir sərmayə yatırımla. Məsələn, hər hansı bir işdə işləyirsən, əlinə pul keçirsən, atdala, yığ, topla. Və topladıqcan ən azından bilirsən ki, sənin daha çətin vaxtda müəyyən ödəniş, pul vəsaitin olacaq ki, hər hansı bir ödəniş sayəsində çətinliyə keçəndə o problemi həll etmək üçün. Ona görə çalışın heç vaxt aza qane olmayın və quru maaş daima ailə
insan həyatının daima bir yaşam boyunca bir quru maaşla problemlə keçməsinə səbəb olur. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsini yaza bilərsiniz.